Çevrədə 3-cü bölmənin izahına baxırıq. Deməli, ilk sualdan başlayırıq. Bizə verib, baxın. Bizə verib ki, BO-muz 6-dır. Yəni, radiusumuz 6-dır. Radiusu 6 verib. Bunu 8 verib. Bu bilir ki, perpendikulyardır. Çünki radius toxunma nöqtəsi nə olur? Perpendikulyar olur. Onda OA-mız nə qədər olacaq? OA bütöv 10 olmayacaqmı? Bütöv 10 olacaq da. Çünki şeydə axı, pitonuzdur axı. Amma bizdən OK-nı soruşur. Nə var ki, müəllim? 4-dür də. Deyirəm, hardan bilsən? Radius 6-dır. Ümumi də 10-dur. Onun altını çıxarıb, çöldəki isə 4 olacaq da. Deyir, düppədüz. Üçüncündə, çevrənin vətəri ilə bu vətərin ucundan çəkilmiş toxunanın, çevrənin vətəri ilə bu vətərin ucundan çəkilmiş toxunan arasındakı bucaq 44 dərəcə. Bunu deyir. Uşaqlar, bax, bunu deyir. Bu 44 dərəcədirsə 88 olur, olmur? Olur. Qutardı, getdi. Sonra 5-ci sualda. Deməli, burada. Deməli, MK-nı 6 verib, toxunan da 6 verib. MP-ni ümumi 9 verib, M-ni istəyir. Deməli, bura x yazıram, bura 9 çıxılsın x yazıram, yaxşı eləyirəm. 6-nın kvadratı bərabərdir, çöldəki hissə vurulsun ümumi uzunluğa. 9x bərabərdir 36-ya, x də 4-ə. Nə hansı qaydadır bu? Toxunanla kəsən arasındakı əlaqə. 7-ci sualda. Yenə də. Çevrənin radiyusunu 3 verib. 3 bura, 3 bura, x bura. MB-ni də MB 2 dənə MA-ya verib. Hə, onu da gözləyək. Onu da belə baxaq da sonra da. Deməli. Gəl belə başlayaq. MB-miz, ümumi uzunluğumuz 2 dənə MA-ya bərabərdir. Bura x-dirsə, gəl bura baxaq, belə baxaq da. Burada belədir. Ümumi buramız 2x-dir. Ümumisi 2x-dir ya. Gəl belə baxaq da. Bura 6 deyək. Bura 6 deyək. Bura 2x çıx 6 deyək. Niyə müəllim 6 dedim? Çünki radiusu 3 vermişdi. İçəri hipotenuzumuz, üzr istəyirəm. Diametrimiz 6 oldu. Sonra gedirik. X-in kvadratı bərabərdir. Çöldəki hissə vurulsun ümumi uzunluğa 2x-ə. X-in kvadratı bərabərdir. 4x-in kvadratı çıxsın 12x-ə. Mənfi 3x-in kvadratı bərabərdir 12x-ə. Hər tərəfini x-ə bölürəm. Hər tərəfini mənfi 3-ə bölürəm. X tapıram 4. Bizə nə soruşur? X-i istəmir ha bizdən. Biz x4 tapdıq. X4-sə, qardaş, bax, bura 6-dır. 2x çıx 6 ilə çölü tapar. 6 eləyir o da. Çünki 2, yox, üzr istəyirəm. 6 eləmir. 2 dörsə 2 eləyir. 2-ni 4-ə vurdum, 6-nı 2 eləyir. Cəmi uzunluğumuzda 8 olur, olmur. Bizdən M10-u istəyir. Mərkəzə qədər olan məsafəni istəyir. Bəli, olur. Çox qəşəng suallarda. Tərəfləri çevrəyə toxunan düz bucağın təpə nöqtəsindən. Tərəfləri deyir çevrəyə toxunan düz bucağın təpə nöqtəsindən. Həmin çevrəyə ən yaxın məsafə 13 cm olarsa, uşaqlar, mən belə edirəm, baba. Buradan belə, buradan belə. Buradan düz bucaqda toxunma nöqtəsi tək bax. Düz bucaq olurmu? Olur. Çevrənin radiyusunu istəyir. Gəl belə başlayaq da. Bura R-dir, burada R-dir. Burada R olur da, düzdür. Bura R olur da, düzdürmü? Bəli. Daha doğrusu R olmur. R kökdə 2 olur. R kökdə 2 olur. Axı kvadratın diaqonalı tərəfdə kökdə 2 dəfə böyük olur. Olur. Bir də çevrənin radiyusunu soruşur. İndi bax. Bizə buranı 13 verib. Haranı 13 verib? Buranı 13 veribdir. Gördünüz? İndi deməli belə olur bizdə. Deməli belə olur. Bizim deməli belə yazaq da onda. Burada R-dir. Bizim 13 plus R-imiz R kök altda 2-yə bərabərdir. 13 bu qırmızı məsafədir. İçəridə onsuz da R-dir də. Bütövümüz 13 isə R-in cəmi R kök altda 2-ni verir. Kvadratın diaqonalını verir. Buradan da biz nəyi tapaq? Çevrənin radiyusunu istəyir. R kök altda 2 çıx R bərabərdir 13-ə. R-i çölə çıxardacaq. R-i çölə çıxardanda olur. Kökdə 2 minus 1 bərabərdir 13-ə. Buradan da R də bərabərdir. 13 bölünsün kökdə 2 çıx 1. Qoşmasına vursaq 13 bölünsün kökdə 2 plus 1 bölünsün 2 çıxılsın 1. Bunlar gedir. 13 bölünsün kökdə 2 plus 1 oldu radiusumuz. E variantı çox qəşəng sualdır. Kəsişən iki vətərdən birinci vətər 48 cm hissələrə, ikincisi yarıya bölünür. Hər il düşən suallardan biridir.
Fərz et ki, baba 2 vətər belə olsun. Biri deyir 3 ilə 48. Məsələn, bu da olsun yarı-yarı da. İndi bu birinci bir təşkil x yazırım. Biz nə deyirik? Deyirik ki, kəsişən vətərlərin, bax, eyni vətər üzərində olanları bir-birinə vururuq. 3-ü də 48-ə vururuq. X tapılırıq. 12. Vətərin uzunluğu olacaq 24. X. 12, 24 olmuş. Olacaq. Bu da getdi. Sonra 13-cü suala baxırıq. Görə bunun üstünə eləyibsə, bunun üstünə eləyik. Nə deyir bizə? MP və NK çevrəyə toxunanlardır. Toxunanlar toxunma nöqtəsinə qədər bərabər olur. O çevrənin mərkəzidir. NO 25-dir və bu da düz bucaqdır. Bunu hamımız bilirik. MP ilə NK-nın cəmi 30-da, deməli hər biri 15-15-dir. Bu asaddır. Toxunanlar bərabər olur. Və bizə bu hipotenuzu da verib. Neçə verib? 25 verib. Bəli, tapdıq da. Onda burada 20-dir də. Radiusda 20-dir. Sonra getdi. Hardan bilirik onu? Biz bilirik. İndi Pifaqor ədədlərinə görə bilirik onu. Pifaqor ədədi 15, 20, 25 olur. Sonra çevrə radiusunu istəyir. Çox rahatsız olurdu. 15. Radiusu elə bərabər olan çevrəyə çəkilmiş toxunanlar arasındakı bucaq 60 dərəcədir. Radiusu elə bərabər olan çevrəyə çəkilmiş toxunanlar arasındakı bucaq 60 dərəcədir. Bu belə. Bu da belə. Bu olur 60 dərəcədir. Çevrəyə çəkilmiş toxunanlar arasındakı bucaq 60 dərəcədir. Toxunanların kəsmə nöqtəsindən çevrəyə qədər ən qısa məsafəni tapın. Demə bilirik, radiusu R-dir. Buradan bura qədəri R-dən işarələr perpendikulyar olaraq toxunma nöqtəsində. Bu da R-dir. Bizə nəyi soruşur? Ən qısa məsafəni istəyir. Müəllim, sən buradan bir dənə belə bərabər istəyirsən, bunu 30-30 deyə böləcəksən. 30 dərəcəli bucaq qarşısındakı katetdə hipotenuzun nəyinə bərabərdir? Yarısına. Bizdə olur, bu da olur 2R. Amma bizə başqa şey deyil. İndi gözləyin də bunu. Burada R kökdə 3'dür. Bax, bizə amma istədiyi məsafə buradır. Bizdə çevrəyə qədər məsafəni istəyir. Bax, bunu istəyir bizdə. Nə deyirsən, bilirsən? Deyirsən ki, müəllim, ümumi uzunluq 2R'dirsə, bu da R'dir. Bu 2R'dən R'i çıxaram, çöldəki hissəm qalar ancaq buram. Bu da olacaq, elə çöldəki hissədə 2R'dən R çıxanda bir dənə R qalacaq. Qutardı getdi. Bir dənə R-ə bərabərdir, o da B variantı. 17-ci sualı burada həll eləmək istəyirəm. Bunun üstünə həll edək. Buradan bir dənə B çəksə bu düz bucaq olur. 30 yerdə bucaq eyni sual deyir. Radiusu 6-dırsa, demək bura 12-dir. Bir də nə istəyir ümumiyyətlə? AC parçasının olduğunu istəyir. Tamam. Radiusu 6-dırsa, buradan buraya qədər 12, 6, 18. Görə nə rahat sualdır. 30-60 qaydası. Toxunana perpendikulyar olmaq eləsin. Bilən kimi tap-patap yazmaq olur. Görək bu necə olacaq uşaqlar? Deməli. AOC 4K'dır. Bunu 4K verib. Burada 4K olur onda. ABC 7K'dır. Onda bura bütün 14K olur da uşaqlar. B bucağı 7K-sı daxil çəkmiş bucağı daxil. Toplayırıq 18K bərabərdir 360'a. K olur 20. K 20-dirsə bizə nə istəyir? K 20 tapdıq. D, Y, F soruşur bizə. D, Y, F var burada. İngilizcədə D, Y, F soruşur. Bura 4K'dırsa bizim buramızda 4K'da düzdür. Düppədüzdür. D, Y, K da elə bura baxın. Bura 4K'dırsa bizim buramızda 4K'dır. Onda bizim Y bucağımızın da qabağı 14K olur. Bizim buramızda 14K olur. Məncə onu istəyir. 14K olur. 14K'dırsa Y bucağı da, bucaq Y də daxilə çəkilmiş olduğu üçün 7K'ya bərabər olmayacaq mı? Olacaq. Diqqətlə baxsaq çox rahat başa düşəcəksiniz. 7-ni də vuracağıq 20'yə. K-nı 20 tapdıq. 140 dərəcə D variantı. 21-ci sualda. Bax uşaqlar, toxunanlar, burada məsələn AB ilə CD bir-birinə bərabər olacaq 21-ci sualda. Niyə bərabər olur? Çünki eyni nöqtədə toxunurlar. AB və CD ortaq toxunanlardır. Əla. Və mərkəzi obyektin çevrənin radiusu 5'dir. Çevrənin radiusunu 5 verib bizə. Mərkəzi obyekt olar. Bunu 5 verib bizə. Və AB-ni bizə verib. AB-ni 4 açıq 8 veribdir. CD-ni də 2A plus 2 veribdir. Bizə nə istəyir? D nöqtəsi
O bir nöqtəsi ilə D nöqtəsinin ən qısa məsafə isə tapaq da. Deməli biz bu 4A toplananlar birinə bərabər edib A-nı tapaq qışıq. Buradan 2A bərabərdir 10-a. A olur 5. A 5 olanda avtomatik olaraq bura olur 12. A-nın yerinə 5 qoyanda bura olur 12. Buranı 12 tapdıq mı? Tapdıq. Bura 5 radiusu 5 verir mi? Verib. Bunu da birləşdirsək. Birləşdirəndə də cavab 13 olacaq mı? Olacaq. Qutardı getdi. Bizdən elə bax bunu da istəyirdi. Uğraşdırdıq, tapdıq. 23-cü sualda. Mərkəzi O nöqtəsində olan çevrənin daxilinə ABCD dörd çəkilib. Bizə deyir ki, BT toxunanının çevrənin özünü saxlayan düz xətt demək edir. Tamam ki, başladı. Demək, çevrənin daxilinə dörd çəkilibsə, qardaş, ABC'ni verib 3K. Bu 3K'dır. Sonra bizə verib BCD'ni verib 5K. Burada 6K. Müəllim, onda burada 4K. Deyirəm, hardan bilsən? Ay müəllim, çevrənin daxilinə çəkilibsə, qarşı tərəfin cəmi 180 dərəcə verməlidir. Qarşı tərəfin cəmi 180 dərəcə verir. 3K, 6K, 9K, K 20'dir. Ümumiyyətlə K'larda bərabər olmalıdır. 3K, 6K qayda oldu da. Qarşı tərəflərin cəmi olmalıdır. Qarşı bucaqların cəmi. 380 dərəcə verməli deyilmi? Bəli. Elədir mi? Elədir. Bəli. İndi bizə deyir ki, hamısı tapdıq. CD tərəfini özündə saxlayan düz xətt ilə mətirdir. BT toxunanının CD tərəfini özündə saxlayan düz xətləməyə edib bucağı tapın. Bilirsiniz ki, bu bucağı istəyir məndən. Bu bucağı istəyir bizdən. Tamam, istəsin. O bucağı tapmaq üçün neyniyək? 18K-nı 180'ə 360'a bərabər edirik. K olur 20. K 20'dir. Tamam. K 20'ci bucaqları tapaqdır. Onu biz belə başa düşmüşük ki, biz bucaqları tapalım. BT toxunan bucağını sidəfləməyə edirik. Deməli, o 60'dır. Bizim bu qövsümüz olur 120 dərəcə. Sonra 4K'dırsa biz bir tapmalıyıq da 5 ise 100'dürsə bizim bu qövsümüz olur 100 dərəcə. İndi bizdə əsas məsələ hardadır? Əsas məsələ hardan başlayır? Bir dəqiqə ona baxaq. Deməli, K'nı 20 tapandan sonra biz bir dəqiqə deməli altı K'dırsa ya biz buna bir X deyək, buna bir Y deyək, buna bir Z deyək. Nə bileyim, buna da bir T deyək məsələn. Bu 4 dənə qövsdür. X ilə Y-in cəmi 120'ye bərabərdir. Z-lə Y-in cəmi 5K'nın qabağındadır. Deməli 5K 100'dürsə 200'ə bərabərdir. Allah xeyir eləsin. Onda T'də 40 olur. Tapdıq. T'də 40 olur. Bunların cəminə bax. 320 elədir. T'dən başqamısı 320 elədir. T'yə də deməli 40 dərəcə qalır. Və bizdən amma bu bucağı istədiyinə görə bu bucağı istədiyinə cavabı 20 dərəcə. Yarısına bərabər olur. Qaydamız vardı. Bunu əvvəlki bölmədə də izah eləmişdim. A nöqtəsindən çevrəyə 2 toxunan çəkilmişdir. Çəkdik. Çevrənin mərkəzinə qədər məsafəni 2 sm. Çevrənin mərkəzinə qədər olan məsafə 2'dir. Şu anda bu da mərkəzdir. Buradan buraya da hindüzlər çəkilib toxunana. Deyir ki, toxunarsa ki, bucağın düz bucaq olduğunu bilərik. Müəllim, bunu 45-45 bölək. Deyirəm, niyə? Çünki qaydadır bu. Tənbələn rol oynayır. Ona burada 45-45. Hamısı tapdıq. Hipotenuz 2'dirsə, deməli bunların hər biri kökdə 2 olacaq. Daha düz bucaqlı 3 bucağın 45 dərəcəlik qaydasıdır. Çevrənin uzunluğu da 2 pi olduğu üçün yerine kökdə 2 qoyanda 2 kökdə 2 pi C variantı. A nöqtəsində çevrəyə BC ilə düz xətt çəkilmişdir. En üst bax, məsələlərin şeyini dəyişirlər, şərtini dəyişirlər. Sadəcə eyni şeydir. Deyir ki, radiusu 3 verib, qardaş bax, radiusu 3 verib, burada 3, burada 3. Çevrəyə qədər məsafəni də 5 verib. Müəllim, bunda 5 verib. Ay müəllim, bunda burada 4'dür də. Tamam mı? Buraya qədər hazır mı? Tapdıq mı buraya qədər? Tapdıq.
Və bizim buramızda 3'dür. Çölümüzdə 2'dir. En azı bunları bilirik. Yəni bu 5 silək. Rahat görsənsin gözümüzə. Amma bizdən istədiyi BC-dir səhv eləmirəmsə. BC-ni istəyir bizdən. Bu buranı istəyir bizdən. Tamam da görək neyniyə bilərik. Bunlar tənböləndir. Şolar. Bunlar tənböləndir. En az onu bilək. Demək burada 4'dür də. Tamam. Deməli neyniyə bilərik? Bu bərabər ya bu hündürlükdür. Bu hündürlükdür uşaqlar. Belə başlayaq. Bu hipotenuzumuz 4 oldu. Deməli biz hardan başlayırıq? Mən bura x deyirəm. Bura 3 minus x deyirəm. Bəlkə bunun qısa qaydası var, amma mən belə yazmaq istəyirəm. Tamam, gəl yazaq. Deməli, sonra nə edə bilərik? Deməli, bizim bu tərəfimiz oldu 5 minus x. Bütövümüz. Və biz BC tərəfini axtarırıq. Aklıma gəldi 2 yoldan deyirəm onu sizə də belə. Onda mən bura belə eləyim də, bura y deyim, burada y olsun. Çünki yarıya bölünürük. Bərabər yanlıdır həm də 3 bucaq. 2 dənə Pifaqor quracağım. Bir yazacağım y-in kvadratı ilə x-in kvadratının cəmi 3-ün kvadratına bərabərdir. Bu 3 bucaq üçün vurdum. Bir dəfə də yazıram y-in kvadratı üstünə gəl. Buradan bura qədər 5 minus x eləyir eləmir. 5 minus x-in kvadratı. Bax burada 3 minus x var da. Sonra demirlər deyil. Bərabərdir 4-ün kvadratına. Tərəf-tərəfə çıxaq onda. Mən belə başlayıb tərəf-tərəfə çıxaq qardaş. Aşağıdan yuxarı çıxıram. Y-in kvadratları getdi. Bu olur. Böyle alsaq sonra 25 çıx 10x plus x-in kvadratı bərabərdir. 4-ün kvadratı 16'dır. Yuxarıdakı da o yazdım. Hamısını yazım. Bax aşağıdakı bu deməkdir. Yuxarıdakı da bərabərdir 3-ün kvadratı 9'a. Aşağıda yuxarıdakı babından çıxdım. Bunlar da getdilər. Yuxarıda qaldı 25 çıx 10x bərabərdir 16'dan 9 çıxanda 7'ye mənfi 10x bərabərdir mənfi 18'e. X də bərabərdir 1,8'e. Heç də aparıb yerinə qoyaq da. Y-in kvadratı ilə 1,8'in kvadratı bərabərdir 9'a. 3'ün kvadratını bu təni də yerinə qoyuram. Y-in kvadratı bərabərdir. Bu 3,24'dür. 5'dən də çıxanda 3,24, 5,76 qalır. Gördür 2,4'e. 2,4 Y-i 2,4 tapdıq. Amma bizdən 2y istəyirdi ya. 2y yəni bütöv vətəni istəyirdi. 2'yə vuracaq 4,8. Cavab da oldu B variantı. Bunu asan yolunu çox çıxmaq olar. İndi yadımıza düşməli. Radiusu 6'dır. CO-nu da 8 CO aradı. CO 6 sonra burada 2'dir də belə başa düşəydə. Çünki CO-nu 8 verir də. En azından bunu bilək. BC-ni istəyir bizdən. BC aradı. Tamam, girək də. Üstündə. Burada 10 olur da. Bütövümüz 10 olur da. Düzdür. Bəli. Bütövümüz 10'dur. Bizdən nəyi soruşur? BC-ni istəyirsə bura x yazıram. Bura 10 çıx x yazıram. Yaxşı eləyirəm. Və bu kəsənləri xas tətbiq etmək üçün buradan bura uzadıram. Burada 6 yazıram. Yaxşı elədim bunu da. Deməli, kəsənləri xassəsini tətbiq edirik. 2 vurulsun ümumi uzunluq. Buradan bura qədər ümumi uzunluq. 2, 6, 6, 14'e bərabərdir. X vurulsun ümumi uzunluğu da 10'dur. Düzdür. Bilirsiniz də bunun qaydasını. Demək olur 28 bərabərdir 10x isə x bərabərdir 2,8'e. Bitti getdi. 31-ci sual. 31-ci sualda bizə deyir ki, AC və AB çevrəyə çəkilmiş toxunanlardır. Tamam, bildik. Çünki toxunanlar bərabər olur bir-birinə. C AB çəkilən C primin çevrənin yer nöqtəsini kəsir. Onu da bildik. B'mi 4 verib bizə B M4'dən az bildiklərimizi yazaq. MA 6'dır. Ha deməli burada 10'dur. Onda burada 8'dir. Asan sual veriblər. Amma gözləyin də 4. Bu asan sualdır əslində. Elə bil dedikləri qədər şərtli kimi deyildi. Bu sıfırdan bir də başlayım sizə. Deməli B'mi 4 veriblər. Bax B'mi 4 veriblər. B'm 4'dürsə düzdür. Ha düzdür. B'm 4'dürsə MA'da 6 veriblər. Toxunanımız oldu 10. Onda bizim siyahımızda 10'dur. Burada razılaşdıq.
Sonra da SY'miz de 8 olur olmur Pifagora'dan göre. 10, 6, 10, 8 olmur mu? Olur diyeceğiz. Bəli olur. İndi bizden ama SY'ni soruşuruz. SY'yi bu nöqtəyə. Baba buradan buranı soruşuyor. Müəllim, bütün 18 deyildi bura. Bura x yazıram. Y'mə. Burada 8 çıx x yazıram. Deyirəm düzəyirsən. Sonra deyir ki, ben toxunanın kvadratı bərabərdir. Toxunan 10 değil. 10'un kvadratı. Nonunu 10 değil. Toxunan 4 olur. Toxunan bura qədər. Baba y nöqtəsinə başlayarak 4'ün kvadratı bərabərdir. X vurulsun 8'e. Düz mü dedim? Bəli. X bərabərdir buradan. 16 bərabər 8 x'e. X'i 2 tapırıq. X arayı da olar. X baba bu hissə 2 idi. Yəni y 2 idi. Bizdən ama SY'ni istədi nə görə? 8'den 2 çıxanı cavab 6. Y variantı olmuş oldu. Qəşəng sualdı. Əsl blok sualdı. Çevrə üzərində ardıcıl olaraq BCD nöqtələri qeyd olunmuşdur. Z seviyə çəkilən toxunan ilə DB vətəndaş nəsə başa düşmədim. Deyə burada çəkək. Deyir ki, çevrə üzərində ardıcıl BCD nöqtələri qeyd olunmuşdur. C nöqtəsində çevrəyə çəkilən toxunan ilə DB vətəninin uzantısı konstitusiya alınacaq almayacaq. Bu C nöqtəsində çəkilən toxunan olsun. C nöqtəsində. B ilə də D burada olsun məsələn. Deyir ki, BD vətəninin DB vətən uzantısı konstitusiya kəsişir. Onu da bekleyelim biraz. Bura B olsun, bura D olsun. Buradan elə bir dənə belə çəkəndə uzantısını çəkəndə baba bunlar deyir konusunu kəsişir. O qəşəng elədik. Bunu qəşəng elədik. Afərin. Konus kəsişir. DKC 60'dır. Tamam. Olsun 60. Tamam. KB'nin BD'ye KB aradı. Aha. BD'ye nisbəti 4K BD'ye. Bura BD. KB'nin BD'ye. Gözdə onda. Onda bizim bak baş işlədirik. B ilə D'nin yerini dəyişməliyik. Çünki məntiqsizlik yaranır ortada. Bura D, bura B olur. KB 4K'dır. BD 5K'dır. Aferin. Bunu da bildik. DS'ni istəyir bizdən. Üstəsini istəməyinə. DS'ni istəyir bizdən. DS'ni. Tamam. DS vətən istəyir. Bax bunu istəyir bizdən. Onda biz mərkəzdən keçmirik ki, yox, heç nə verməyib. KS'ni 12 verib də, deyirəm axı. Deməli yazırıq belə. 12'nin kvadratı bərabərdir. Çöldəki hissə vurulsun ümumi uzunluğa. Bizdə toxunanın kvadratı bərabərdir. 144 bərabərdir. 36 K kvadratına uzatmıram. K'nı 2 tapdıq. K2 desə uşaqlar, bura 8 olur. Bura 10 olur. Ümumi uzunluğa qədər oldu? 18. Ay müəllim, burada bir nə bilim bir A deyərəm. Kosinüslər terimdən gedərəm, getdiyim qədər. A'nın da onsuz mən A'nı soruşurdu. A'nın kvadratı bərabərdir. 12'nin kvadratı üstə, 18'in kvadratı çıx, 2 vur, 12 vur, 18 vur. Kosinüs 60'da nə alır? Şunu bir dəfə yazdım. 2'də 1. Bu ikilər getdilər. A'nın kvadratı bərabərdir. Bu 144 1'i eləyir. 324 1'i eləyir. Çıxırsın. 18'de 12'ye vuranda 180, 216. İnşallah düz hesablayarıq. Deməli, bununla bu hesablayanda 468 elədi. 468'dən də 216'nı çıxanda eləyir 202. İnşallah düz çıxarıq. 2 5 252. A da bərabərdir. Çox güman ki bunu 36'nı 7'ye vuranda olur da səfərləməsi. 6 köşkdə 7. Cevap oldu B variantı. Tez gedirik. 35. soru baxırıq. R radyosu çevrənin uzunluğu R şartda 3 olan R radyo çevrənin uzunluğu üçün vətənin ucluqlarına bu çevrəsi üçün toxunmaları. Şimdi tamam getdik. Qəşəng baxırıq sola. Deməli vətənimizi verib bizə sağ olsun. Deməli bu 120 dərəcədir. Baba, sonra biraz məntiq ilə baxsaq suala. R radiuslu vətənin uzunluğu R radyosu çevrədə vətənin uzunluğu 2.3'dür. Ay müəllim, onda 100% əmələ gətirdiyi 3 bucaqda bu 120 dərəcə olmalıdır. Bura 120 dərəcə olanda bərabər yanlış bucaqda nə olur? Qaydadır da. Toxunanlar arasındakı bucağı istəmir. Onda burada 120 olacaq. Burada nə olacaq? 60. Bitdi getdi. Gəldik bura. Bu da hər yer düşən sualdır. Gəl baxaq görəcək nə deyir. Çevrənin AB və CD vətənləri M nöqtəsini kəsişir. AM-in MB hasili
20 tamam. D'min MC'den çıxana 8. D'mə bir X deyək. Buna bir Y deyək. Deməli X-i Y-ə vuranda AM'in MB hasılı 20 verməlidir. Qəşəng. X-dən Y çıxanda isə 8. Ay mənim bu ondan 2-dir. Uzatmıram. Uzatmıram. 10 və 2-dir. CD'ni tap 12. 12. Target. Bu qədər sadə. Sonra biraz məntiqlərsək tapa bilirik. Radiusu 3 və 5 olan və xaricdən toxunan iki çevrə. Xaricdən toxunan iki çevrə. Radiusu 3 və 5. Baba, bu radiusu 5'dir, bu radiusu 3'dür. Qəşəng. Toxunan çevrə. Onların toxunma nöqtəsindən keçməyə iki ortaq toxunma çəkilmişdir. Toxunan iki çevrəyə. Onların toxunma nöqtəsindən keçməyən. Toxunma nöqtəsi bu radius olur. Buradan keçməyən iki ortaq. Sualda bir şərtində biraz şey var. Bir cümləni o qədər bir şey başa düşmək lazımdır. Deməli belə. Bunlar çəkdik belə. Deyir ki, çəkilmişdir. Bu toxunanlar keçmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər olan məsafəni istəyir. Müəllim hara qədər istəyir? O bizdən buradan bura qədər məsafəni istəyir. Bu məsafəni istəyir aşağıda. Deməli nə edirik? Burada bu düz bucaq olur. Qəşəng olsun da. Burada 5 olur. Buradan da qaldırsaq bir dənə. Burada 3 olacaq uşaqlar. Burada 3'dür. Tamam. İndi oxşarlığını yazırıq. Baba oxşarlığını yazırıq. Burada X-dir. Yəqin ki oxşarlığı yazacağıq deyə düşünürəm. Gəl belə başlayaq. Bu 90'ın qabağındakının 90'ın qabağındakı 3 plus X'in bu 90'ın qabağındakı bütöv tərəfə və bütövə 5, 3, X 11 plus X olan nisbəti düzmü dedim görüm 6, 5 11 plus X olan nisbəti bərabərdir 3'ün 5'ə nisbətinə. Bu bucağın qabağındakı 3'ün 5'ə nisbətinə. 33 plus 3x bərabərdir 15 plus 5x'ə. 2x bərabərdir 18'ə. X də bərabərdir 9'a. Biz x'i 9 tapdıq ha. 9 baba. Çöldəki isə 9. Bura 6, burada 5. Radius 3 deyil, 6 elədi. 5, 6, 9, 20. Ləzzət elədi. Bu son ləzzət elədi. 41. AB'ni 1 verib. Tamam, yaxşı. BC'ni də 3 verib. Bu nə var tapmağa? Bu da X'dir. Müəllim 3'ün kuvvəti bərabərdir. 1 vurulsun 1 plus X'ə ümumi uzunluğa. 1 plus X bərabərdir 9'a, X bərabərdir 8'də. Bu son asandır. Bu sual bax, buraxışa düşə bilərmi? Bəli, düşə bilər. 43-cü sualda. Bu sualı bəlkə həll edək əslində. ADS 140'da. ADS haradır? Bura. Bura 140'dırsa bizim bura bütövümüz nə qədərdir? 280'dir. Düzdür. Amma bizə bir şey də verir. Görə nə verir başqa? Daxili təşkil. İnşallah bizim buramız 140'dırsa onda bizim buramız 40 dərəcədir. Düzdür. 100%. Çünki qarşımızda cəmi 180 olmalıdır. Bura X, bura Y, bura Z, bura T yazıram. Özümə yazıram da. 4'ünün cəmi 360 değil mi? Bəli. Bizə X-dən Y-in cəmi 80'dir. X plus sözcüzü. AB ilə BC bərabərdir. AB ilə BC bərabərdirsə onlara gəldik qüsə, onda buna T yaza bilərik. Rahatçılıqla T yaza bilərik. Çünki eyni qövsdə olar. Bərabər vətənlərin gəldiyi qövsdə bərabər olur. Tamam. Heç bir problem deyil. Gedirik. X-dən Y-in cəmi 80'dir. Amma ADS 140'dırsa 140'ın qabağındakı budur. Demək, onda asandır ki, T də bərabərdir. T də bərabərdir 200, deməli, amma bu qövsümüz 140'ın qabağındakı 280'dir, amma T'miz olacaq 140 dərəcə. T 140'dırsa, geri qadıram buradan ki, rahat görəsiniz. T tapdıq mı 140? Sonra bizim bu bucağı soruşur. Yarısına bərabər olur mu? 70'ə. Bucaq A, B, T bərabər 70 dərəcə. Sonra 44'də izah edeyim sizə. 44'də deyək sizə. Deməli, bizə nə verib? BC-ni 3 verib. BC haradır? Buranı 3 verib. CD-ni 9 verib. Bütövi 9 verib. Tamam. Gəl baxaq da görün nə edə bilərik. Deməli, başqa nə verib bizə? C yeni də 5 verib.
Tamam, onu da bildik. Ve AS'ni istiyor bizden. AS'nin uzunluğunu istiyor. X istiyor bizden. Demek bunun asan yolu mən sizə izah edə bilərəm. Biz elə bir bura bir A desək, bax, A bir toxunma A dedik. Bu çevrəni görməzdən gəlirəm. Baba, bu çevrəni görməzdən gəlir. Bizdə toxunanın kvadratı bərabərdir. Yəni A-nın kvadratı bərabərdir. Çöldəki hissə vurulsun. Bax, bu 3 vurulsun. Ümumi uzunluq olur, olmur? Böyük çevrə yazsaq. 12'ye. Olur, olmur? Olur. Ona toxunamız olur 6. Hə, yaxşı. Sonra nə edəcək ki? Eyni çevrəni, bax, yine böyük çevrəni görməzdən gəlirik. Kiçik çevrəsini belə yaza bilərik. 6'nın kvadratı bərabərdir. X vurulsun 5 plus x-ə. Ümumi AY-yə. Düzdür? Kəsər xassəsidir. 36 bərabərdir 5x plus x-in kvadratına. X-in kvadratı plus 5x çıxılsın 36 bərabərdir 0-a. Mənfi 9 və 4. Mənfi 4. Mənfi 9 olmaz. Cavab 4. Qutar getdi. Sonra getdik 47'ye. Qutarlıq inşallah. Yox, 45'e. Əslində bu da çətin sual deyil deyəsən. A-Y'ni 3 verib, Y-B'ni 8 verib, C-Y'ni 6 verib. 6 verən kimi buranı tapa bilərik də 3, 8, 24, deməli 4 olar. Bitdi. Buna hazır. Bizdən də kosinüsü B7'ni 4'də 1 verib. Bax, buranı 4'də 1 verib, DB-ni istəyir. Nə var tapmağa? Burada x deyək. X-in kvadratı bərabərdir. 4'ün kvadratı üstə 8'in kvadratı çıxılsın. 2'də 1 vurulsun. 2'də 1 nədir? 2 vurulsun. 4 vur 8. Kosinüsdə da promo üzrə veriblər. 4'də 1 veriblər də. X-in kvadratı bərabərdir 64. Bu da 16. 80. Bu 4'lə bu 4 getdi. Çıxılsın 16. X bölü 8'ə. Hesablama səhvimiz budur. Sonra 47'də. Xaricdən toxunan iki çevrədən birinin ölçüsü 1'dir. Onlar toxunan toxunluqları məsafə 6'dır. Xaricdən toxunan iki çevrə. Tamam. Onlardan birinin ölçüsü 1'dir. Onların ortak toxunanının toxunma nöqtələri arasındakı məsafə 6'dır. Bunu da bize verib 6. Ama toxunma nöqtələri arasındakı məsafəni 6 verib. Tamam. Olsun, sonra ikinci çevrənin ölçüsünü tap deyir bizə. Bax, deməli, buradan bura qədər 1'dir. Elə deyilmi? 1'dir. Şimdi biz böyük çevrənin ölçüsünü axtarırıq. Axtaraq da. Bura 1'dirsə, biz gələk belə. Buramızda 6'dır. Deməli uşaqlar, mən sizin bir şey göstərəcəm, amma diqqətli olun. Bax, buradan bir dənə aşağı paralel xətt çəkirəm. Yaxşı elədim. Bax, bura düz bucaqdır. Düzdür, düzdür. Mənim bura 7'dir bütöv. Bura 7'dir deyirəm, hə, 6, 1, 7'də çevrələrin birləşməsi. Bəli. Burada olur 1'də, çünki 1'ə paralel çəkmişəmsə. Bura 5 qalmır. Normalde pis yazılır, amma belədir. Bizdə nə deyir? 1 nədir yazmışam mən? 6'nı bizə başqa şey verir. Ben bu 6'nı niye buraya yazmışam ki? İyi. Bunu səhv yazmışam. Hə, deməli bizdə bura 1, 2, bura 1'dir, burada x'dir. Tamam, burada x olsun. Ondan sonra radius da bilmirik də. Bizim radiusumuz nəyə bərabər? Daha doğrusu radiusumuz nəyə bərabər oldu? X plus 1'ə. Düz dedim. Bəli, düz dedim. Onda bizim buramız x plus 1 oldu. 1'ə paralel olarak xətt çəkmişdim. Tamam. Deməli belə yazıram. X'in kvadratı ilə də 6'nın kvadratı bərabərdir x plus 1'in kvadratına. X'in kvadratı plus 36 bərabərdir x'in kvadratı plus 2x plus 1'ə. X'in kvadratları getdi. 2x bərabərdir 35'ə. X də bərabərdir 17,5'ə. Mən də səhv getdimmi? Bilmirəm. Mən də səhv getmədim. 17,5, ama ben cevabı 18,5 tapdım. Belə baxıram ki, ben cevabı 18,5 tapdım. Çünkü x bizden radius istəyirdi. Hə, bəli. 18,5 oldu. Ama səhv tapa bilərəm. Bir dənə qoy. Cevabı bir dənə müəyyənləşdirim bir də. 17,5 x'imiz oldu. 17,5 tutan gitti. Bura baxın. Mən burada x plus 1 yox, x plus 2 yazmalıyım. Niyə?
x plus 1'in radiusuna işarə eləmişəm. Bəs buradakı 1-i nəzərə almamışam. Bax, deyirəm, bax, cavab niyə belə böyük alınır? X plus 2 oldu da, düzdür? Ümumi uzunluq. Bu xəttimizin, hipotenuzumuz da belə deyil. Bunu düz yazmışıq, bunu 2 eləsək düz olur. 4x plus 4 olur. Buradan da həll eləsək, x tapırıq, 8. X 8 olanda radiusumuz 9 olur, olmur? Olur, bitti, getdi. Bu da hazır. 49'dan da birini deyək. Bu şəkil üzərini çəkək inşallah tez-tez deyək. Nəsə deyək, AF-i 1 verib, AB AY-yə, AB AY, bura x minus 1 və SY ilə bərabərdir. Burada yüz-yüzdə. Hani düz yazdıq. AB, AY, SY bərabərdir. AF1 DF 8'dir. DF aradı. DF 8'dir. Onda 9 minus x yazıram ki, toplayanda 8 versin. Düz. Hələ ki düz gedirəm. Çünki bax, buranı 8 vermişdi. Bura x minus 1 yazmışıqsa, bura 9 minus x yazmalıyım ki, toplayanda 8 versin. Sonra gelir, B-yeni istəmir, toxunanın xassəsini istifadə edir. Belə baxıram, x-in kvadratı bərabərdir 1 vurulsun ümumi uzunluğa. Yəni 9'a. 1 bura, 8 də bura deyil. 9'a demir, bura çox diqqətli. X-i 3 tapdıq, çox kişi. X uçanda bura olur 2, x 3 olsa bura olur 6. Burada 3. Burada lap A olsun. 3'ün A'yı olan halsıdır, 2'nin də 6 olan halsına bərabərdir. A'mız da olur 4. Bizdən elə onu soruşurum, bəli onu soruşurdu. Bir dənə mən bunu izah edəcəm. Bunu izah edəcəm, məncə bəsdir. Baba 53'ü izah edirəm, məncə deyək. Divar saatının uzunluğu. Bax, mən elə bunun üzərində izah edirəm. Uşaqlar, bunlar radiuslardır. Bax, bunlar radiuslar sayılır, uşaqlar. Hələ diqqətli olun. Bir də deyir ki, uzunluğun sınıfının rəqqası, yəni radiusumuz 10'dur. Demək istəyir ki, radiusumuz 10'dur. Buradan deyir, bura qədər məsafə 1'dir. Bax, diqqətli olun. Bizdən M-in məsafəsini istəyəcək. Deyir ki, ən uzaq məsafədə isə 5 olur. Ay müəllim, yəni burada 5 olur və ya burada 5 olur. Bəli də, yəni sual burada demək istəyir. Buradan buraya qədər 1 isə bura 4 olur, olmur. Baba, içəri, haranı göstərmək istəyirəm, qoy göstərim sizə. Bu məsafə 4 olur, olmur? Olur. Onda mən bura 6 yazıram. Niyə müəllim? Çünki radiusumuz 10 verməyib. 4 buradırsa, 6'da 1 olmaq ki, cəmi radiusumuz nə versin? 10 versin. Hə, 6 bura, 10 bura, 8 bura, 8 bura. Emin də cəmisi olur 16. Əslində çətin sualdır, amma asan dəl yolu ilə demiş olduq. Bu qədər bölməni izahını qurtardıq. Sağ olun.